Gəlin riyaziyyatdan belə bir misalın həllinə baxaq. 17-ci misalın həlli. Kök altda 121 çıx, kök altda 1,44 çıxılsın, kök altda 0,125 bərabərdir. Kök altda 121-i hələ ki olduğu kimi saxlayırıq. Çıxılsın, 1,44-ü çalışırıq ki, kəsr formasında yazaq. Çünki kəsr formasında yazaqda kəsrin sürətindən də məxrəcindən də rahat götür almaq mümkündür. Onu da yazırıq %144 çıxılsın. 0,125-də yazırıq %25. Çünki 125 ilə 0,125-ə bərabərdir. Onluq kəsir formasında eyni ifadələrdir. Bərabərdir. 11 çıxılsın. %144-ün məxrəcindən 10, sürətindən 12 çıxır. %25-in də məxrəcindən 10, sürətindən isə 5 çıxır. 10-da 12 çıx, 10-da 5 bərabərdir. Bunları da onluq kəsir formasında yazsaq, 11 çıx 1,2 çıx 0,5 bərabərdir. Eyni işarəli ədədlər bilirik ki, toplanılır. İşarəsi olduğu kimi saxlanılır. 11 çıx, yəni bunlar toplanılacaq, olacaq 1,7, təbii ki, mənfisinə. Bu da 11-dən çıxırıq 1,7-ni bərabərdir 9,3.